Salam dostlar. Bugün 15-ci C# videolu dərsimi çəkəcəm sizlər üçün. Bu mövzumuzda çox ölçülü dizilərə keçid edəcəyik. Keçənki mövzuda tək ölçülü dizilərdən bəhs eləmişdim və kiçik bir applicationlar yazmışdıq. Bugün isə çox ölçülü dizilərə keçid edəcəyik və applicationlar yazaraq daha dəqiq öyrənməyə çalışacağıq. Belə bir uygulama yazaq. Demək, slash qoyuram 2 5 tələbədən ibarət 5 tələbədən ibarət bir qrupun kollekvum balı ümumi nəticənin 30% imtahan nəticəsi isə ümumi nəticənin 70%-nə təsir etsin. Yəni ki, bunun anlamını deyim. Yəni ki, 5 tələbə düşünün. Bunların biz kollekvum və imtahan ballarının ümumi nəticəsini hesablayacağıq. Kollekvum balı, yəni ümumi bal nəticəni, yəni ümumi balın 30%-ni belə deyək də təsir eləsin. Tutaq ki, 100 ballıq sistemdə 100 bal toplayarsa, ümumi nəticədə bu eləsin 30 bal. İmtahanda da 100 bal toplayarsa, bu da ümumi nəticədə eləsin 70 bal və toplamda 100 ballıq sistemdə 100 bal toplamış olsun. Yəni 100% nəticə göstərən bir tələbə üçün deyirəm bunu. Bu şəkildə bir application yazaq. Demək, nə etməliyik? Burada hər tələbə üçün 2 element var. Bir kollekvum balı, bir də imtahan balı. Demək, biz burada tələbə 1, tələbə 2, 5 tələbə üçün yazsaq, yəni 5 dənə parametr buradadır, 5 element buradadır və hər tələbə üçün də əlavə olaraq 2 elementimiz var. Yəni kollekvum balı və imtahan balı. Və biz buna görə də çox boyutlu, çox ölçülü dizilərdən istifadə edə bilərik. Int tipində bir dizi yaradıram. Dizinin tipini yazdım, simvolu açıb bağlayıram. Və dostlar, çox ölçülü diziləri belə deyək, yaratmaq üçün simvolu açıb bağlayıram. Bir vergül qoymaq kifayət eləyir. Yəni vergülün sol və sağ tərəfi artıq dizinin 2 boyutlu olduğunu göstərir. Bizə bu application'ı yazmaq üçün 2 boyutlu dizi belə deyək, 2 boyutlu diziyə ehtiyac var. Dizimə tələbələr adı verirəm. Tələbələr bərabər new int simvolu açıb bağlayıram. Və burada demək, mənim 5 tələbə olduğu üçün qrupda 5 element, birinci ölçü 5 olacaq və ikinci ölçüdə 2 element olacaq. Yəni 5/2 tipində matris düşünün. Yəni 5/2 ölçülü matris. Nöqtəli vergülü qoyuram. Burada simvolu bağlamadım. Daha doğrusu simvolu bağlayıram, nöqtəli vergülü qoyuram və aşağı düşürəm. Demək, mən 2 ölçülü dizini yaratmış oldum. 2 ölçülü dizini yaratdıkdan sonra bir də biz bu tələbələrin nəticəsini hesablamaq üçün bir də başqa bir diziyə ehtiyacımız var. Belə bir dizi yaradım. Yenə olsun int tipində olmasın, double tipində olsun. Double tipində bir dizi yaradıram və bu da 2 ölçülü olacaq. 2 ölçülü demək olsun i, burada vergülü qoyaq, adı olsun nəticə və bərabərdir new double simvolu açıb bağlayıram. Bunda da yenə 5 element olacaq. Birinci ölçüdə, ikinci ölçüdə 2 element. Nöqtəli vergülümü qoydum və endim aşağı.
İndi isə dostlar, çox ölçülü, yəni çox boyutlu dizilərdə dəyərləri almaq üçün və dəyərləri ekrana yazdırmaq üçün nədən istifadə olunur, onu göstərəcəm. Yenə biz for döngüsündən istifadə edəcəyik. For yazıram, taba 2 dəfə basıram və buraya for döngüsünün blokları gəldi. Və mən burada length yerinə dizimin boyutunu yaza bilərəm, dizimin ölçüsünü yaza bilərəm. Dizim 5 ölçülü olduğuna görə bura 5 yazıram və aşağı endirəm. Döngümün içində bir for daha yaradacam. Amma bu foru yaratmadan öncə mən istifadəçidən, belə deyək, tələbələrin dizimin, belə deyək, yazdığım application'da dizimin 5 belə deyək, elementi var. Birinci ölçüdə 5 elementi, ikinci ölçüdə 2 elementi var. Mən yəni o 5 elementin dəyərlərini istifadəçi tərəfindən alacam. Bunun üçün console.writeLine deyirəm. Mötərizədə dırnaq açıram. Yazıram. Bu şəkildə yazaq. i plus 1'in i plus 1 burada da bir yana dırnağın içərisinə girirəm və deyirəm ki, imtahan ballarını daxil edin. Bu şəkildə yazıram. Daha sonra nöqtəli virgülünü qoyuram, enirəm aşağı. Burada daha bir for döngüsünə ehtiyacımız olacaq. Taba 2 dəfə basıram və mənim dizimin yuxarıda tələbələr adında yaratdığım dizinin ikinci ölçüsü 2 boyutlu, yəni 2 ölçülü, 2 elementli olduğu üçün mən bu döngüyə döngünün uzunluğunu 2 olaraq təyin edirəm. Və yuxarıda for döngüsünü artıq i dəyişkənini istifadə etdiyimiz üçün artıq burada i yox, j adı verirəm buna. Int j bərabər 0-dan j kiçikdir 2-yə kimi j plus plus. Və girirəm döngünün içinə. İndi mənim əsas işlərim, belə deyək, yazacağım kod buradan, belə deyək də, algoritmam buradan başlayacaq. Demək, burada yazacağım nəticə yox. Nəticə, aha. Burada demək nəticə. Bir dəqiqə, demək, burada nəticə yox, tələbələr istifadəçi tərəfindən dizimizə dəyərlər verməsini, belə deyək, imkan verək. i, j olacaq. i, j bərabərdir. Int parse olacaq. Int nöqtə parse mötərizədə console.writeLine readLine mötərizəni astım, bağladım və nöqtəli virgülünü qoydum. Enirəm aşağı. İndi isə demək, mən istifadəçi tərəfindən dəyərlər, belə deyək, alınmasına imkan verdim və algoritmam qaldı. Algoritmamı necə yazacam? Yazacam sonuc deyil, nəticə ilə dəyişkənin adı. Nəticə. Demək, mənim döngüm i 0-dan başlayacaq, 5-ə kimi 5 dəfə dönəcək və nəticə adlı dizimin də ilk boyutu, ilk ölçüsü 5 ölçülüdür, 5 elementlidir. Ona görə də mən buraya yazıram. Artıq 5-i yazmağa gərək yoxdur. i yazıram, vergül qoyuram və ikinci ölçüsü nə olacaq? İkinci ölçüsü olacaq j, yəni i, j bərabərdir. i, j bərabərdir nəyə? i-j bərabərdir demək. Burada i-j-yə ehtiyac olmayacaq. Burada tək i yazıram. Və yuxarıda da mən dizimi 2 boyutlu yox, tək boyutlu yaradıram. Və burada da mənə 5 element lazım olduğu üçün 5 ölçülü verirəm dizinin ölçüsünü. Enirəm aşağı
nəticəm bərabər olacaq tələbələr dizisinin i vergül 0-cı indeksi vurulsun. Demək, 0-cı indeks, yəni 1-ci indeks i, 2-ci indeks 0. Demək, i 0-cı elementi vurulsun. Yəni bu kollektiv balı olacaq. Vurulsun və kollektiv balı da 30% təşkil etdiyi üçün bunu yazacağam. Ümumi nəticənin 30%. Bunu da yazacağam bu şəkildə 0.3. Və mötərizəyə alıram bunu. Daha sonra üzərinə gəlirəm imtahan balının nəticəsini. Tələbələr simvolu açdım, bağladım. i vergül burada 1 olacaq artıq. Onu izah edəcəm indi. Bu da vurulsun 0.70% olduğu üçün 0.7 və nöqtəli vergülümü qoydum. Demək dostlar, bu ikinci for döngüsünə baxsaq, buradan 0-dan başlayır, döngünün içərisinə girir, əmri icra elədikdən sonra J-ni 1 artırır və başa dönür. Burada J 1 olur, 2-dən kiçikdir, bəli, yenə girir döngünün içərisinə, əmri icra edir və başa döndükdən sonra artıq 1 artırdıqda 2 olur, 2 də 2-dən kiçik olmalı üçün döngüdən çıxır. Demək, burada J-nin 2 dəyəri olacaq. Mənə də 0-cı indeks J bərabər 0 olanda tələbələrin aldığı dəyər, istifadəçi tərəfindən aldığı dəyər kollektiv balı, J 1 olduğunda aldığı dəyər isə imtahan balı olacaq və algoritmanı mən bu şəkildə qurduqdan sonra nəticələr dizisinə bu toplamın nəticəsini belə deyək, atamış oldum. İndi bunu yazdıqdan sonra artıq mən burada belə deyək, proqram arxa tərəfdə mənim verdiyim əmri icra elədikdən sonra arxa tərəfdə tutdu. İndi isə bunu mən ekran görüntüsü olaraq çağırmaq istəyirəm. Yenə for döngüsündən istifadə edəcəm. Öncə burada bir boşluq qoyacağım. Console.writeLine deyib boşluq qoyuram. Nöqtəli vergül və aşağı düşürəm. For yazıram. For, taba 2 dəfə bastım. Burada isə yenə i dəyişkənini istifadə edəcəm. Int i bərabər 0. Boyutunu da, ölçüsünü də 5 qoyacağım buraya. Çünki 5/2 ölçülü matrisdir, dizidir. Ona görə də burada forun aralığı 0-dan 5-ə qədər qoyacaq. Burada isə ikinci döngüyə ehtiyac qalmayacaq və mənim projemə, belə deyək, applicationıma bir şərt daha daxil edeyim. Əgər imtahan, belə deyək, tələbənin ümumi nəticəsi 70-dən kiçiksə tələbə kəsilsin, belə bir şərt olsun, imtahanın şərtində belə bir qayda olsun ki, tələbə 70-dən aşağı bal topladısa kəsilsin, 70-dən çox bal topladısa, demək tələbə keçdi, imtahanı qazandı. Ona görə də mən buradan şərt operatorlarını, yəni if-dən istifadə edəcəm. Yazıram bura if, mötərizəmi açıram. Mötərizənin içərisində demək sonuc dizisini çağıracam. Sonuc deyildi, nəticə dizisini çağırıram və buraya nə yazıram? i yazıram. Əgər kiçiksə, böyüksə 70 deyirəm. Böyüksə 70-dən və aşağı endirəm, bloklarımı açıram. Blokları açıram və yazıram. Demək, bu şəkildə yazıram. Console.writeLine mötərizəni açdım. i plus 1-ci, burada da plus yazıram. Dırnağı açıram. Tələbənin, i plus 1-ci tələbənin nəticəsi dırnaqdan çıxıram. Üstə gəl. Olacaq sonuc. Nəticə i və bunun da ardından belə yazsın. Yazsın ki, əgər 70-dən böyüksə demək imtahanı keçəcək və bunun da ardından yazsın ki, dırnaqda təbriklər,
imtahanı keçdiniz. İmtahanı keçdiniz. Nöqtəli vergül qoyuram. Burada S yazıram. S. Bloklarımı açıram. Demək, bunun eynisini buradan kopyalayacağım. Buraya yapışdıracağım. Ctrl V. Amma burada kiçik bir fərq olacaq. Demək, əgər 70-dən kiçiksə, buraya yazacaq. Təbriklər deyil. Bunu siləcəyik buradan. Yazacaq imtahandan kəsildiniz. Deyib mesaj yazsın. Və ən son for döngüsündən çıxdıqdan sonra console.readkey ilə nöqtəli vergülünü qoyuram. Kodlara bir baxaq. Burada qoyaq. İmtahan ballarını daxil edin. Tələbənin imtahan ballarını daxil edin. Demək, baxırıq. Başdan baxırıq. Tələbələr adında bir dizi yaratdı. Ondan sonra double tipində nəticə adlı bir dizi yaratdı. Daha sonra for döngüsünü açdıq. Bloklarımızı açdıq. Blokların içində yazdıq. Console write line, yəni i+1, i üstəgəl 1-in mənası nədir? Burada i 1-dən başlayır, 0-dan başlayır və ekran çıxışı olaraq bizə bura yazacaq ki, ekrana 0-cı tələbənin imtahan ballarını daxil edin və bu da bir mənasız olduğu üçün 0 üstəgəl 1 kimi düşünün. Yəni 1-ci tələbənin imtahan ballarını girin deyə ekrana yazdıracaq. Ona görə də mən burada i+1 girdim. Daha sonra ikinci for j0-dan 2-yə qədər, demək tələbələr i.j. int part console.readline. Ardından nəticə tələbələr i0. Burada da bir səhvimiz yoxdur. Yenirəm aşağı. İkinci döngüdə demək if operatorunu, if şərt operatorunu istifadə elədim. 70-dən böyüksə i+1-ci tələbənin nəticəsi təbriklər imtahanı keçdiniz və ardından əgər 70-dən kiçiksə yazsın, imtahandan kəsildiniz. Bu şəkildə bir yoxlayaq proqramı. Baxaq görək xətamız varmı? Demək, birinci tələbənin imtahan ballarını daxil edin. Yazıram 56, enterə vururam, 58, enterə vururam. İkinci tələbənin 78, 48, üçüncü tələbənin bu biraz daha məsuliyyəti tələb olsun, 78 olsun, bu da olsun 96. Dördüncü tələbənin ballarını daxil edin. Bu da olsun 67 və 49. Enterə bastım. 5-ci tələbənin balları da olacaq 57 və 78 olsun. Enterə bastım. Demək, ekran çıxışı nə verdi bizə? Birinci tələbənin nəticəsi 54,7 imtahandan kəsildiniz. İkinci tələbənin nəticəsi 57 imtahandan kəsildiniz. Üçüncü tələbənin nəticəsi 90,6 təbriklər imtahanı keçdiniz. Dördüncü tələbənin nəticəsi 54,4 imtahandan kəsildiniz. Beşinci tələbənin nəticəsi 71,7 təbriklər imtahanı keçdiniz. Demək, bizim 5 nəfərlik tələbə qrupumuzdan 3 nəfər imtahandan kəsildi, belə deyək. Bizim istifadəsini verdiyi ballara görə 2 nəfər isə imtahandan keçdi. İndi dostlar, tutaq ki 5 nəfər deyil, tutaq ki qrupda 5 yox, 20 tələbə var və bunun üçün biz hər dəfə belə deyək, 20 tələbənin ballarını, kollegium imtahan ballarını girmək üçün 40 dəfə rəqəm yazmalıyıq və bunu belə deyək, proqram tərəfindən, amma təsadüfi rəqəm olaraq proqram tərəfindən necə verildiyini göstərim və biz bunu əllə daxil eləməyək. Keçən dərsdə buna bir örnək göstərmişdim. Buraya yazıram. Tutaq ki, qrupumuzda 20 tələbə olsun. Yazıram. Random sinifini çağırıram. Random RD yazıram. Bərabərdir. New random. Enterə vurdum. Mötərizəni astım, bağladım. Nöqtəli vergülümü qoydum. Və artıq buraya gəlirəm. Burada
demək, imtahan ballarını daxil edən bu olmayacaq. Bu mesaja ehtiyac yoxdur. Çünki proqram özü, belə deyək, imtahan, belə deyək, nəticəsi ballarını özü daxil edəcək. Bunu çıxardıram buradan və dizimin boyutu, dizimin ölçüsü burada 5 yox, 20 olacaq. Çünki 20 tələbə olacaq qrupda. Burada da 20 olacaq. 5 deyil, 20. Daha sonra aşağı indirəm. Burada 2 boyutlu, burası düzdür. For döngüsü artıq burada 0-20 arasında dəyişəcək. Yəni 20 dəfə dönəcək. Aşağı indirəm. Demək, burada ikinci for döngüsü də, yəni üçüncü for döngüsü də 0-dan 20 arasında belə deyək, qiymətlər alacaq. Və baxıram aşağı. Burada dəyişəcəyimiz bir şey yoxdur. Birinci for döngüsünə qayıdıram təkrar. Burada biz istifadəçi tərəfindən dəyərlər girirdik. İstifadəçi burada dəyərlər girirdik. İndi bunun yerinə biz nə yazacağıq? Bunu silirəm. Yazıram rd.next rd.next mötərizəni açıb bağlayıram. Tutaq ki, təsadüfi saylar 50 ilə 90 arasında olsun. 50 və 90 arasında olsun. Keçən dərs bunu demişdim. 50 daxildir, amma 90 daxil deyil. Random sınıfının belə bir özəlliyi var. İlk ədədi daxil edir. Yəni 50 ədədini ala bilər, amma 90 ədədini heç zaman almır. Demək, bu şəkildə proqramı çalışdırıram. Baxaq görək. Birinci tələbənin nəticəsi 84,8. Təbriklər, imtahanı keçdiniz. İkinci tələbənin nəticəsi təbriklər, imtahanı keçdiniz. Daha sonra 80 imtahanı keçdiniz. 63 imtahandan kəsildiniz. Və bu şəkildə 53 imtahandan kəsildiniz. 69,5 imtahandan kəsildiniz. 20 tələbə üçün biz belə deyək, imtahan balını hesablayan proqramı yazdıq. Amma belə deyək, imtahanın, kollegium və imtahan ballarını biz əlimizlə və yaxud da biz onu belə deyək, o balları biz əlimizlə daxil eləmədi və yaxud da istifadəsi daxil eləmədi. Onu proqram təsadüfi olaraq 50 və 100 arasında qiymətlər verərək nəticəni hesabladı və ekran çıxdısı olaraq nəticəni bizə verdi. Bugünkü dərsimiz bu qədər dostlar. Kanalıma abunə olmayı unutmayın. Sağ olun. Gələn dərs görüşənədək.